Hörmətli izləyicilər, bu gördüyün şəxslər hamısı şəkər xəstəliklərinin üçün dərmana növbəyə durublar. Dərman gecikməyindən əlavə bu qədər də burada gördüklərinizin hamısı saatlarla burada ayaq üstə nervi, əsəb keçirirlər. Bunlar gəliblər ki, müalicə alsınlar. Öz xəstəliklərini yüngülləşdirməkdə nə var? Gəlib burada nervi, stres keçirirlər. Bunlar görün nə dərəcədə düzdürlər. Bu barədə siz ölçü götürə bilərsiniz. Baxın, görün nə qədər. Tovuz rayon Könüllü Nəzarəti İctimai Birliyinin sədri Ramiz Həsən. Hörmətli izləyicilər, bu gördüyün adamlar şəkər xəstəlikləridir. Onlar dərman növbəsinə dururlar. Baxın, Tovuz rayonunun poliklinikasında elə bir növbə hansı ki saatlarla burada gözləyirlər. Dərman gecikməyi bir yandan da bu formu bu növbədə gözləyirlər. Bunlar nə dərəcədə düzgündür, siz özünüz baxın da qiymət verin. Tovuz rayon Könüllü Nəzarət İctimai Birliyinin sədri Ramiz Həsən.